Dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Xırdalan şəhərin mərkəzində, Heydər Parkının aşağısında 3 otaqlı, əşyalı, kubcalı, əla bir mənzil çəkməyə gəlmişik. Deməli, mənzilimiz 8 mərtəbəli binanın 4-cü mərtəbəsi. Ümumi sahəsi 75 kvadratdır. Mənzildə elektronika xaric bütün əşyalar qalır. Televizordur, soyuducudur, paltaryandır, kondisionerdir. Bunlar çıxarılır. Digər bütün mebellər qalır. 75 kvadratlı orijinal 3 otaqlı bir mənzildir. Kubca əldədir. Çox əla bir yerdə yerləşir. Dayanacağa, məktəbə, bağçaya çox yaxındır. Binamızın aşağısında geniş, maşın saxlamaq üçün qarajı, geniş həyəti və mənzilin qonaq otağıdır. Mənzilin giriş hissəsidir. Təmir çox superdir. Qəşəng bahalı seyf qapıdır. Burada mebel yığılıb, bu qalacaq. Tavanı çək göstər. Deməli, irəliyə doğru gedirik. Burada belə dekor navoydan istifadə olunub. Burada uşaq yataq otağı. Orijinal 3 otaqlı bir mənzildir. 75 kvadratdır. Kubcalı bir mənzildir. Satış qiyməti 125 min manatdır. Əsas yataq otağı da iri formada, orada da olan bütün mebellər qalır. Bu hissələrdə döşəmə istipoldur və buradan eyvana çıxırsan. 8 mərtəbəli binanın 4-cü mərtəbəsi. Çox gözəl bir yerdə yerləşir. Məktəb, bağça, dayanacaq yaxındadır. Paltaryan və soyuducu çıxarılır. Digər bütün mebellər qalır və burada yerləşir bizim sanitar qovşağımız tam təmirli, əla formada görürsünüz. Təmir, bir də qeyd edim ki, mənzil satılmaq üçün təmir olunmur. Mənzil sahibi özü zövqünə uyğun olaraq qəşəng səliqəli təmir edib. Mənzilə də günün istənilən saatı gəlib baxa bilərsiniz. Qiymətdə evə baxandan sonra endirim olunacaq. Əlavə sual varsa aşağıya əlaqə nömrəsi qeyd olunub, zəng edib əlaqə saxlayıb gəlib baxa bilərsiniz.